Choose the correct variant. Doğru variantı seçin. Her speech was then ours. She spoke so during the presentation that everyone easily understood her. Biz variantlara diqqət etsək, düzgün sifət və ya zərfin olduğunu təyin etməliyik. Və birinci boşluğumuzda nöqtələrdən sonra than deyə göstəricimiz var. Than mənasında müqayisə dərəcəsinin göstəricisidir. Və bizim müqayisə dərəcəmizdə good kökdən dəyişməklə better versiyasında istifadə olunmalıdır. A variantında good adi dərəcədir, C variantında good adi dərəcədir və Y variantında the best üstünlük dərəcəsi olduğu üçün düzgün deyil. Better versiyası birinci hissədə B və D variantında doğru verilmişdir. Və ikinci boşluğa baxsaq, biz so'dan sonra adi dərəcə yazmalıyıq. B variantında clearer müqayisə dərəcəsi deyə doğru deyil və həmçinin spoke feili xəbər olduğu üçün bizə zərf lazımdır ki, nöqtələrdəki boşluğa adi dərəcədə olan zərf yazmalıyıq. Və zərflər bildiyimiz kimi sifətə elvay əlavə olunmaqla təyin olunduğu üçün düzgün cavabımız D variantı götürülmüş olur.